Bacılar, qardaşlar, mən də hər birinizi salamlayıram öz növbəmdə. Bizi izləyən izləyicilərimizi də, yeni qoşulanları da hər birini salamlayıram. Hər birinizi Allah xeyirdə olasın. Amma bir şey demək istəyirəm. Bir saldat, bir əskər. Elə. Silahsız heç nədir də, düzdürmü? Hanı silahlarınız? Lap sizin vəziyyətiniz nəyə oxşadı, bilirsinizmi? Bu o vaxtı silah çıxartmışlar. Birinci ona aynalı da deyirdilər. Bilirsiniz hansı silah idi o aynalı silahı? Dayan doldurum da deyirdilər. Düşmənə deyirsən gözlə doldurum. Biri tez sumkasına baxır ki, kitab hardadır. Biri deyir orada müqəddəs kitab bizim əlimizin altında olmalıdır. Düzdürmü? Hazır vəziyyətdə əlimizdə. Mən deyəmərəm, olsun birimizdə telefondur, birimizdə hər hansı bir gadjetdə fərqi yoxdur. Amma hazırda əlimizin altında müqəddəs kitab olmalıdır. Nəyə görə? Çünki biz araşdırdığımız hər biri Allahın kəlməsidir. Çox gözəl mahnı idi, düz deyilmi bacılar, qardaşlar? Xoşunuza gəldi? Deyir, dərdli günlərimdə, anlarımda dərdimə şərik olanım mənim. Nə qədər çətinlik çəksək də, əzab çəksək də, Allah gözlə görülməyən, qulaq duymayan xeyirduanı, o yeri, o məkanı, məskəni hər birimizə hazırlayıbdır. Çünki bizim elə dərsimiz də bu yöndədir, bacılar, qardaşlar. Qısa olaraq biz baxacaq. Keçən həftə hansı mövzudan danışdıq? Kimin yadında qaldı? Onun çünki ikinci hissəsidir. 3, 4, 5, 6, 7 keçəcək. İkinci hissəsindən keçəcək. Təxmin eləyin nədən ola bilərdi? Özə biz anons vermişdik ki, bunun 7'sini də keçəcək. Keçən həftə yox, ümumiyyətlə demişdik ki, periodistik olaraq biz keçəcək bunları. Olsun ki, ortaya başqa mövzular girir. Çünki həmən mövzular, onlar biz vacib olduqca danışırıq. İkinci hissəsi hansıdır sizcə? İkinci cəmiyyətə olan məktub. Belə beyninizdən deyin, baxmayın hələ. İbadətə məktublar var idi, düzdürmü? Birinci ibadətə məktub, bu Efeslər idi. Düzdürmü? Efeslərə. Adını Efeslər ibadət evinə göndərilən məktub hansı xarakter daşıyırdı, hansı xasiyyəti daşıyırdı? Yəni, bax, ona biz hansı adı qoyduq? Necə? Yox, onun adını biz qoyduq axı. Hətta başlanğıçda da belə demişdik. Soyuyan ibadət. Sevgisi soyuyan ibadət. Bəs bu günləri danışacağımız Smirna ibadət evinə olunan məktubdan gedir söhbət. O indi İzmirdir. Köhnədə onun adı nə olubdu? Köhnədən Smirna adı idi. Bacılar, qardaşlar, nə deməkdir bu Smirna? Köhnədə onun adı Smirna idi. İndi Smirna, elə dur. Elə belə də baxmaq olar bir tərəfdən. Heç mən o tərəfdən baxmadım. İndi fikrinizdən tutdum. Smirna köhnə adı idi və kitabında isə adı İzmir olaraq da qeyd olundu. Çünki İzmir indiki İzmirdən söhbət gedir. O yerin adı köhnədən Smirna olubdur. Qarış-qarış o yeri mən şəxsən gəzmişəm. O yerdə olmuşam. Yəni orada olan o, nətər deyim, o sevinci, o fərəyi sizə mən buradan çatdıra bilmərəm. Çünki onu yaşamaq lazım idi. Əgər vaxtınız olsa, yolunuz düşsə, o yerə mütləq gedin. Orada olan bütün hadisələri, mən o həvarilərin vaxtında dərs danışdığı yerdə ikinci mərtəbədən yıxılır, ölür, evdik. Bax, o evə qədər olmuşam, o yerə qədər qalxmışam, hələ belə bir aşağı da baxmışam. Yahyanı öldürülən yerə qədər baxmışam. O Patmos adasını olmamışam, amma biraz aralıdan görmüşəm oranı. Də öldürdüyü yer, yəni öldüyü yerdən, öldüyü yer deyirəm. Mən orada İzmirdən qısa olaraq deyərdim, bir şəhərin bu qədər yox oluşu,
Yəni təsəvvür eləyin, böyük bir liman şəhəri gələ birdən-birə yoxa çıxa, kilometrlərlə dəniz, Egey dənizidir də oranı tutan, çəkilə gedə. Yəni ona görə bacılar qardaşlar, bir yer haqqında biz danışanda mən xahiş edirəm ki, fikriniz tam o yerdə olsun ki, biz o abu-havanı tuta bilək oradan. Çünki bu ibadət evlərinə göndərilən məktublar bu günləri bizim ibadət evimizə şamil olunan fikirlərdir. Əgər Efes ibadət evi, bax həmən Efesin özündə də olmuşam. Efes ibadət evinin özü ora göndərilən məktubda ibadət evinə soyuyan məhəbbət olaraq həvarilər ora müraciət ediblərsə, bu günləri İzmirə məktub ünvanlanan məktubun mənası belədir bacılar, qardaşlar. Əsas fikir. Əzab çəkən, amma sadiq qalan ibadət. Ha, bu günləri bizim ibadət belə olsa necə olar? Ha? Əzab çəkən, amma sadiq qalan ibadət evi. Yoxsul görünür, amma əslində zəngin ibadət evidir. Yəni, indi deyəcəksiniz ki, təriflənirmi bu ibadət evi? Bu ibadət evi haqqında olan xasiyyətnaməyə indi biz sizlə baxacaq. Fikriniz tamlığından burada olsun. Zahirən Smirna gözəl olsa da, yəni indiki İzmir, zahirən gözəl olsa da, möhtəşəm olsa da, inkişaf etmiş olsa da öz zamanında, amma bu gözəlliyin içində həvarilər bir mesajı bu günləri çatdırmaq istəyir ki, böyük təhlükə səni gözləyir. Bu günləri bu məktubun xasiyyətnaməsi bizim ibadət evinə budur ki, bunun mesajı bizim ibadət evinə budur ki, İndi necə də gözəl, məsum oturmuşuq, elə sakitçilikdə dinləyirik, firavanlıqdır. Amma Smirna ibadət evinə, həmənki İzmir ibadət evinə ünvanlanan məktubda onu deyir ki, qarşıdan böyük təhlükə gəlir. Yəni, oturduğumuz yerə, olduğumuz mövqeyə diqqətli olağın. Çünki müqəddəs kitab konkret olaraq deyir ki, elə bir məşəqqətli günlər gəlir ki, öz Südəmər körpəsini ana belə tulluyub qaçacaqdır. Bıraxın rahat oturmağı, rahat dinləməyi, firavan həyat keçirməyi, qarşıdan gələn təhlükə var. Coğrafi mövqedən baxanda Efesdən təxminən 50 kilometr məsafədə olan bu İzmir ibadət evindən söhbət gedir. İzmirdən orada olan 50 kilometr təxmin onun şimalında düşür. Egey dənizinin sahilində yerləşən böyük liman şəhəri. Hansı ki, bayaq dedim ki, mən orada port deyirik, port limandır da, eləmi? Hə, həmən o limanda durdum. Yəni, dedilər, bax, bu yerdə dururlar, gəmilər gəlir, özü bilirsiniz də, gəmilər 15-20 metr dərinliyində olmasa, liman tərəf, ora yaxınlaşa bilmir. Çünki altı dəyir, eləyir ya təhlükəyə görə. Təsəvvür edin, 15-20 metr hündürlükdə biz dayanmışıq, hələ bəlkə də yekaydı, hələ mən təxmin edirəm. Oradan durub baxırıq, bəlkə kilometrlərlə dəniz yoxdur. Egey dənizi təsəvvür edin, yoxdur orada. Hamısı çəkilib gedibdir. Bu, bilirsiniz nə deməkdir? Bu, Allahın xeyir-duasının olduğu bir yerdən Allahın xeyir-duasının çəkilməsidir. Bunun bu günləri bizə ruhlu mesajı budur ki, o da olur, bəli, olur. Amma biz bu günləri ruhlu tərəfdən baxırıq ki, bir yerdə ki, Allahın xeyir-duası yoxdursa, o yer mütləq xarabalığa çevirəcəkdir. Ümumiyyətlə, bu 7 ünvanlanan məktubların bizə hər birinin birər mesajları var. Keçən həftə biz dedik ki, Efes ibadət evinə Allah dedi ki, sevgin soyumasın. O ibadət evində əgər Allahın bu günləri sevgisi, məhəbbəti yoxdursa, o ibadət evi soyuq ibadət evi adlanır. Əgər Efesə, İzmirə bu günləri ünvanlanan məktubda isə bizə konkret olaraq Allahın mesajı var. Əzab çəksən də,
təhlükəyə düşsən də, amma sadiq qal. Efes İbadət evi sadiq idi. Efes İbadət evi ruhən zəngin idi, amma fiziki olaraq yoxsul görünürdü, amma zəngin ibadət evidir. O İzmir bəli. Smirna belə deyək də. Mən Smirna kimi nəzərdə tutdum, yəni əsas fikrimiz. Çünki kitabda köhnə dildə adı Smirna gedir. Niyə Smirna sözünü mən ən çox istifadə edirəm? Yəni ona Efes, indi müasir dildə Efes deyirlər. Ha? İzmir deyirlər. Yenə Efes deyirlər. İzmir deyilir. Smirna sözü əslində bu mirra. Mirra sözündən götürülübdür. Bu da bilirsiniz hansı anlamda gəlir. O vaxtı mirranı nə üçün istifadə edirlər bilirsiniz? Məhz etmək üçün. Sonra. Aha. Harda yazılıb bu haqda? İzmir haqqında harda yazılıb? Aç, oxuyaq oranı. Həmən yeri oxu, zəhmət olmasa, səlis, belə aydın. Ölüm bahasına da olsa deyir, sadiq qal. İkinci ölüm, bu bilsin nətər. Niyə mirra sözü? Mirra əslində o vaxt bir cəsədi mumyalamaq məqamında mirradan da istifadə edirdilər. Dəfn üçün hazırladı, bəli, o yerlər var. Əslində bu cəsədlərin mumyalamasında istifadə olunandır. Təsəvvür edirsiniz, mirra sözün mirra ilə ölünü yan-yana qoysaq, yəni dəfni yan-yana qoysaq, bunun ruhlu bu günləri bizə göndərilən mesajı bundan ibarətdir ki, ölüm bahasına da olsa sadiq qal. Yəni Allah səni bununla ətirli yağla Allah səni məhs edibdir. Allah səni bir növ ölümə hazırlayıbdır. İndi biz İsa Məsihin ikinci gəlişini gözləyirik. Təsəvvür edin ki, son zamanda bu ibadət evinə, Bakıda olan ibadət evlərinə Allahın mesajı var. Hansı mesaj olardı? Əgər bu kontekstdə baxsaq. Bəs Allah nə edibdir bizi? Allah bizi mirra ilə hazırlayıbdır. Çünki bu gündən rahat birinci başlanğıçda dedik, rahat oturmağımıza baxmayın. O günlər bizi gözləyir, hansı ki təqib olunacaqdır. Qaçacaqsan, təqib olunacaqdır. O çətin anlar səni gözləyir. Kimlərsə sağ yoxsul da deyə bilər. Bax elə başınıza bu gələcək elə. Yadınıza gəlir, qohumlar gəlib deyəcəkdir ki, biz sizə deyirdik, getməyin o ibadət evinə, belləməyin, helləməyin. Amma Allah nə deyir? İsa Məsih nə deyir? Birinci ayrı şey deyir İsa Məsih. Birinci deyir ki, qulağı olan eşitsin. Allah ruh cəmiyyətə nə deyir? Bugünkü gündə nə qədər Allahın sözü buradan səslənir ki, hazır olağın o məşəqqətli günə. Təsəvvür edin, belə bir statistika var. Məsihdən əvvəl 3000 il o yer yaşayış məskəni olubdur. İsa Məsihdən əvvəl 600 il şəhər dağılır. Təsəvvür edin, bu Liviyalılar tərəfindən dağılır.
300 il ərzində şəhər boş qalır. Sadəcə olaraq Makedoniyalı İskəndərin dövründə yenidən o şəhər planlı şəkildə qurulur. Düz küçələr, Mən birinci səfər idi orada, İzmirdə gəzəndə o köhnə yerləri. Birinci səfərdə mən kanalizasiya sistemi görürdüm. Elə belə yox ha. İndiki kanalizasiya sistemlərinə su vururlar, bilirsiniz də, o gücünə aparsın deyə, o qalmasın deyə. Yəni təhlükəyə şey eləməsin. Amma o sxemi elə qurmuşdular ki, o vaxtı nə motorlar var idi, nə bir şey var idi, şəhər gül kimi. Yəni oranın quruluşundan belə göstərilirdi ki, küçələr düzdür, şəhər planlı şəkildədir. Bu da keçmişdə olan insanların o texnologiyanın onlara uyğun yəni inkişaf etməsi idi. Əgər şəhərə baxanda iqtisadi cəhətdən də və elmi statusdan da baxanda da şəhər həddindən artıq inkişaf etmişdir. Mədəniyyət baxımından, memarlıq baxımından, hər tərəfdən baxsan şəhər düzgün qurulmuşdur. Amma çox təəssüflər olsun ki, orada söhbət gedir, Yahudilərlə bağlı söhbət gedir orada. Nə demək istəyir orada? Yahudi deyil onlar, şeytan yığıncağıdır. Bilirsiniz söhbət nədən gedir? O vaxtı İsa Məsihi elə öldürən kimlər oldu? Çarmıxa çəkən daha doğrusu kimlər oldu? Yahudilər oldu, düzdürmü? Öz milləti oldu, özünkülər onu dərk etmədi. İndi siz burada olan analoji oxşar bir yerə baxın ki, deyir ki, şəhər gözəl idi, hər şey var idi. 300 il ərzində Allah oranı viranxanaya çevirdi, viran qaldı o yer. Niyə bilirsinizmi? Çünki Yahudilər öz əlləri ilə, mən bu statistikaya baxanda biraz şey elədim. Deməli, Zevs məbədi qurulur düz birbaşa İzmirin ortasında. Bu da kimin əlindən qurulur? Bir təsəvvür edin, tapın. Yahudilərin əlindən qurulur, Roma imperatoruna hədiyyə verilir. Bəs İsa Məsihi niyə öldürdülər? Onu niyə çarmıxa çəkdilər? Burada da böyük ibadət evinə bu günləri mesaj var. Onlar öz əllərinlə bütü gətirdilər, dişdilər düz Allahın gəldiyi yerə, daha doğrusu Allahın xəbəri olan yerə. Amma eyni ilə də İsa Məsihi nədə ittiham etdilər? Küfrlə bağlı, düzdürmü? Dedilər, bu Allaha küfr eləyir. Ona görə də İsa Məsihə dedilər ki, onun çarmıxa çəkin, çünki qanı bizim əlimizdə. Bunun bu günləri ruhlu mesajı bacar arkadaşlar bizə budur ki, biz öz əlimizlə bütü məbədə gətirib dikirik. Hansı məbəddir bu günləri? Söhbət bizdən gedir. Söhbət bizdən gedir. Biz özümüzü nəyə hazırlamalıyıq? Özümüzü aparıb nəyə hazırlayırıq? Biz bu günləri özümüzü İsa Məsihin gəlişinə deyir, hazırlaşaq elə İsa Məsihin gəlişidir. Biz buna mı hazırlamalıyıq özümüzü? Gəlişə mi? Müqəddəs kitab gizli şəkildə sənə mesaj verir ki, mirralanıbdır, düzdürmü? İsa Məsih dedi ki, Məcdəli Məryəmə niyə şey edirsiniz, danışırsınız? O məni ölümümə hazırladı, dəfnə hazırladı. Bəs İsa Məsih yenə də hazırladı mı bizi? Şagirdlərə nə dedi İsa Məsih? Dedi ki, birinizi baltalayacaqlar, birinizi mişarlayacaqlar. Belə mi dedi? Konkret olaraq belə mi dedi? Bəs necə dedi? Dedi ki, yaş oduna mun elədilərsə, vay quruların halına. Ona görə bacılar, qardaşlar, biz bu günləri İsa Məsihin ikinci gəlişinə hazırlaşırıq deyəndə, əslində biz özümüzü dəfnə hazırlamalıyıq. Əslində biz Allahın təqdim etdiyi o mirranı qəbul etməliyik. Timsal mənasında deyirəm. Hazırıq mı bu günləri biz öz imanımız uğrunda yeri gələrsə, bax belə canımızdan da keçək, yeri gələrsə vəsaitimizdən də keçək. Var mı bugün bu bizdə belə bir hazırlıq? Yoxsa biz şoka mı düşdük? İndi fikirləşdik ki, yeni bir təlim mi gəldi? Yeni bir şey mi gəldi? Elbrus qardaş oradan deyir, özünüzü ölümə mi hazırlayın? Yoxsa nə təlim? Bacılar, qardaşlar, müqəddəs kitab başdan başa sirli bir dünyadır, belə götürsək. Onu anlayana, onun dilindən başa düşənə. Əgər biz bu günləri bu dünya üçün ölmürüksə,
Əgər bu dünya uğrunda hər hansı cəlb edici bir şey varsa, onun uğrunda biz ölmürüksə də ki, İsa Məsihi əldə edək. Bizim bugünkü gündə imanımız boşdur. Sadəcə olaraq 300 il viranxananın içində yaşayacaq. Ölənə dək sadiq qal. Ölənə dək deyəndə nə vaxta qədər sadiq qalmaqdan danışılır? Gəliş burada şeydir, hala o gəliş sadəcə olaraq bu elə bir təntənəli açılışdır da. Ona qədər deyir söhbət. O vaxta qədər sadiq qal ki, həyat tacını alana qədər. İndi mən düşünürəm ki, baxın fikir verin, hər gün mən o çələng barədə mübarizə aparırammı? O konkret dedi də, düzdürmü? Dedi, mən qaçdım, marafonu başa çatdırdım, həyat tacı məndən ötürü hazırdır. Biz bu günləri mübarizə aparırıqmı? O həyat tacı ilə, bax, hər gündən söhbət gedir ha. Hər gün ölməliyik biz. O tacı əldə etməyin uğrunda hər gün ölməliyik. İsa Məsihin gəlişinə hazırlaşmaq budur, bacılar, qardaşlar. Ha, burada səni təqib mi, sıxıntı mı yıxacaqdır? Smirna ibadət evi zaten bunun üzərində idi. Sadiq qalmışdı, yoxsul olsa da zəngin idi. Bəs niyə İsa Məsih yazdı ora məktubu? Ha? Niyə göndərdi ora məktubu? Smirna ibadət evinə. Bildiyimiz İzmirə. Yenə festiyə getməyəm, amma mənim səhvimi kim tutdusa da üzünə baxdım, tez düzəltdim. İzmir ibadət evinə niyə getdi bu məktub? Bacılar, qardaşlar, bax bu günləri bizə aidiyyəti var onun. Çünki onu göstərmək istədi ki, Allah bu günləri o insanların yanındadır. O ibadət evinin yanındadır. Kimlər bu gün qurban verir? Kimlər bu günləri həyatında hiss edir ki, yoxsuldur? Kimlər hiss edir ki, təqib olunur? Avtomatik olaraq İsa Məsih sizin yanınızdadır. Çünki İzmir ibadət evinə o məktubun yazılmamalıydı, əgər diqqətlə belə baxsaq. Laodikya ibadət evinə yazdı ki, sən ilıqsan, eləmi? Bu səbəbə görə yazıldı. Efes ibadət evinə yazıldı, nəyə görə? Çünki soyuq idi. Pergam, Tiatira, Sardis bunları qarşıda keçəcək qarşı təbliğlərdə də. Bəs İzmirə niyə yazdı bunu? Nə ehtiyac var idi yazmağına? Çünki İsa Məsih öz dəstəyini yanında olduğunu, elə bir insanların yanında olduğunu göstərdi. Ona görə biz bu günləri deyə bilərikmi ki, bizim ibadət evimiz bu günləri Smirna ibadət evidir. Yəni, o mirralanmış ibadət evidir. Hazırıqmı qəbul etməyə, gələn sıxıntıları, ölüm bahasına da olsa kitab deyir, sadiq qal. Bilirsən söhbət nədən gedir? Qardaşın, anan, bacın, qohum, əqraban statusun buna maneçilik edə bilməz. Anan, bacın, qardaşın, qohum, əqraban maksimum sənin canını tələf eləyə bilər. Eləmi? Amma Allah deyir, ruhu öldürəndən qorxun. Bacılar, qardaşlar, bu bildiyimiz elə-belə sadə bir söz deyil. Bu birbaşa və 2-ci fəsil 8-dən 11-ə İsa Məsihin İzmir ibadət evinə olan məktubudur. Bu bizə, bu həqiqət bugün onu göstərir ki, xarici rahatlıq ruhani təhlükəsiz demək deyil. Əgər bu günləri biz rahatıqsa, əgər biz bu günləri firavançılıqdırsa da, bu ruhani təhlükəsizlik demək deyil. Gələn gəlir ləngimədən, hadisələr gəlir ləngimədən. Əgər bu günləri biz onu, özümüzü o gəlişə hazırlamasaq, biz dayana bilməyəcəyik. Birinci sınaqda biz yıxılacaq. Ona görə yazır, İzmirdə olan cəmiyyətin mələyinə yaz. Heç sual verimsinizmi ki özünüzə? Niyə mələyə deyir? Necə yəni? Necə ola bilər? Bax, oxu üstündən keçmişik də.
Tamam. Ha. Hı -hı. Başka fikir? Necə? Razısınız? Tamamilə doğrudur. Bacılar, qardaşlar, bu günləri o xəbəri məhz mələk gətirdi, düzdürmü? 3 mələyin müjdəsini kim gətirdi? Mələk gətirdi. Bu günləri kim davam elətdirir onu? Bu günləri biz davam elətdiririk. Bu günləri mələk deyəndə harda olmalıdır mələk? İndi sual verir. Bu cəmiyyətin mələyinə yaz. Bu günləri o mələk bizik. Bu günləri Allahın xəbərini çatdıran insanlar bizik. Eləyikmi həqiqətən? Bir bildiyin mələk, əgər həqiqi Allahın mələyidirsə də, o mələk Allahın yanında olmalıdır. Bu günləri biz Allahın həqiqətini daşıyırıqmı? Bu günləri sual bizə bundan irəli gəlir. Burada 5 dənə deyəcəksiniz ki, 5 dənə nə qədər gidiyor? Yox. Hərəsinə 2-3 dəqiqə ayıracaq, narahat olmayın. 5 həqiqəti bu günləri İsa Məsih deyəndə ki, İzmir ibadət evinin mələyinə yaz və yaxud Sardis, Tiyatira, Filadelfiya fərqi yoxdur. O cəmiyyətin mələklərinə yaz deyəndə bu mələyə demək istəyir ki, birinci, Yeşaya 44:6-nı zəhmət olmasa açaq. Elə belə məktublar deyil, bacılar, qardaşlar. Birbaşa bizə olan mesajlardır. Bu günləri İsa Məsih çatdırmaq istəyir. O fikirlərdə. Oxu, Yeşaya 44:6. İzmir ibadət evi nəyi başa düşməli idi? Əslində başa düşürdülər. Bu podderşkada, belə desək, bu dəstək onlara nə göstərdi? Onlara dedi ki, narahat olmayın, birinci, axırıncı. İsa Məsih əzab çəkdimi? Ölülərdən dirildimi? Bu günləri o İzmir ibadət evinə təsəlli idi ki, İsa sənin ağrını yaşamış insandır. Bu günləri bu bizə təsəlli olacaqdır. İzmir ibadət evində biz şey görmürük, yəni bir çatışmamazlıq görmürük. Amma xas olan ibadət evi olsaq, biz bu günlər bu dəstəyi üzərimizdə hiss etməliyik ki, Allah deyir ki, səninlə birgə o ağrını yaşayan mənəm. Bu bizə təsəlli dura bilərmi? Bu bizə dəstək, təsəlli verə bilərmi, bacılar, qardaşlar? Hər zaman düşünək ki, məndən öncə İsa Məsihi çarmıxa çəkdilər. Yəni bir tələbə müəllimindən üstün deyil. Ona görə biz bu uğurda çəkilən əzabları nə kimi qəbul etməliyik? Qazanc kimi. Sanki qazanc kimi. Paul deyir ki, mən qaçdım, qələbə çaldım, həyat tacı məndən ötürü hazırdır. Siz öz çələnginiz üçün mübarizə aparın. Öz çələnginiz üçün. Hətta mən o çələngdə olan ulduzları demirəm, ha. Hər ibadət evinə gətirdiyiniz adamlar o tacınıza sizə veriləcək İsa Məsihdən. O tacda bir ulduz olacaqdır. Təsəvvür edirsiniz, bacılar, qardaşlar. Ha? O tacı əlindən o vaxtı bir padşahı məğlub elədə bilirsiniz nə edirdilər? Birinci olunan hərəkət. Onun tacını götürüb ayaq altına tulluyurdular. Yəni sənin padşahlığın sona çatdı. Sənin padşahlığın ayaq altı padşahlıqdır. Şeytan bunu eləmək istədi, amma müəzzər deyirlər, olmadı. Yəni sənin padşahlığın heç nədir də, ayaq altında əziləcək bir, yəni heç tarixi yox, daha doğrusu davamiyyəti yox. Xəyanət gördü mü İsa Məsih? Rədd olundu mu İsa Məsih? Öldürüldü mü? Hacılar, qardaşlar, bizi gözləyən budur. Buna hazır olmayan şəxs indi qalxıb gedə bilər. Hə? İsa Məsih nə dedi? Bunu sizə Elbrus demədi ki. İsa Məsih dedi ki, istəyirsiniz siz də gedin. Eləmi? İstəyirsiniz siz də gedin. O kəlmə bilsiz nə deməkdir? Peter, səni baş aşağı çarmıxa çəkəcəklər.
Biriniz qılıncla öləcəksiniz, biriniz boğularaq öləcəksiniz. Hərəniz bir cür öləcəksiniz. Amma İsa Məsih nə dedi? Qorxmayın, çünki mən qələbə çaldım. Birinci və sonuncu mənəm. İsa Məsih, bacılar, qardaşlar, diqqətlə baxın. O eləcə öyrətmir. O keçifdir bu yoldan. Demək asaddır da, düzdürmü? Gedin, durun, işləyəyin filan peşməkan. Məsələ odur ki, dur, özün görsət. Bax, İsa Məsih sadəcə olaraq keçmədi. O öyrətmədi. O eyni ilə bu yoldan keçdi. İbranilər 4:15, İbranilər 2:18 nə deyir? O bizim kimi sınaqlardan keçmiş, əzablara məruz qalmış, öldürülmüş, bədəni, əli, qolu deşilmiş. Elə bacılar, qardaşlar. Hə, 15. Hə. Hı -hı. 13. İbraniler neçəni oxu? 4:15 oxudun. İndi 2:18 oxu. Çünki o sınaqlardan keçmiş, bizim kimi bayaq dedim ayəni birini mən dedim. Bacılar, qardaşlar, bu hissədə bilirəm biraz yuxu tutur, istidir filan peşməkan, amma bu fikirlərə biz diqqətlə qulaq asaq, çünki vaxt gələcəkdir, o sınaq devirlərində bunlar bizə yol göstərə bilər. Biz əslində sıxıntıda gileylənirik, deyinirik, düzdürmü? Gileylənib deyinməyin əvəzinə nə deyərik? Bax, bu kontekstdən çıxış eləsək. Dəstək dursun bizə. Biz nəyi xatırlamalıyıq? Biz xatırlamalıyıq ki, xilaskarım da keçibdir. Bizcə kəlmə, mən sıxıntılarda, kədərdə, qarşıdan gələn təhlükələrdə mən gileylənmək əvəzinə mən deməliyəm ki, müəllim də keçib, düzdür? İsa da bu sınaqlardan keçdi, mənim xilaskarım da bu əzabı, əziyyəti çəkdi. Çünki mən ondan artıq deyiləm. İsa Məsih Yəhya 15:20-də dedi, məni elədilərsə, məni təqib etdilərsə, mütləq sizi də təqib edəcəklər. Təqib olunmaq, bu vaxt gələcəkdir. Siz təqib anları gələndə sizə bu anormal görünməyəcəkdir. Əksinə, bu təqiblərə görə siz sevinəcəksiniz. Söhbət həqiqi imanlılardan gedir. Bilirsinizmi niyə? Deyəcəksiniz ki, demək, yağış başladı. Eləmi? Demək, gəlişin ilk addımları. Çünki bu təqibdən görünəcəkdir. Kim idi? Sona bacı paylaşmışdı da. Həftə arzında Könül bacı da demişdi ki, nədir da? Bu biraz mənasına görə gəlincə də. Bacılar, qardaşlar, əslində mən dedim ki, indiki olan fake məlumatlardır olmağına. Amma diqqət alın Sona bacının oraya yazdığını. Nəyə görə? Çünki biz hazırlaşmalıyıq ona. Sizin xəbəriniz var bu İranla müharibədə Trump neynədi? Bildiniz də? Ətrafına yığdı bütün kilsə, ibadət mənsublarını, hamısı əlini qoydu onun üzərinə. Baxdınız o videoya? Ha? Mən paylaşmışdım. Nətər yəni baxmadınız? Əlini qoydular onun üzərinə, ona xeyir-dua verdilər. Ondan da bütün dünya, bütün o hələ biraz başı çıxmayan jurnalistlər, filanlar, peşməkanlar onu götürüb qiyamətin gəlişinə Məsih kimi qələmə verirlər indi. Amma o deyil də, oxuyan adam, anlayan adam bilir o nə deməkdir. Sadəcə olaraq onu bir xilaskar kimi, yəni bütün dünyaya sülh gətirən bir insan olaraq görürlər. Amma bu dünyada insan gətirdiyi sülh deyilə bir şey olmayacaqdır. Ki bu göylərdən də gəlməyəcəkdir bu sülh. İsa Məsih dedi ki, mən sülh gətirməyə gəlməmişəm, hələ birinci gəlişində. Çünki sülh deyəcəklər, peyğəmbərlik var. Amma olmayacaqdır. Çünki bu dünya dağılmağa doğru gedir. Nəinki sülh yaratmağa doğru. Nəyə görə? Çünki Allahın padşahlığı qurulmalıdır. Birinci bizim ürəyimizdə qurulmalıdır o padşahlıq. Sən zaten indidən qəbul etməlisən ki, sən kimin tərəfindəsən. Orada bir dənə məna var, deyir ki, sən
zənginsən, düzdürmü? Nə zaman biz zəngin oluruq? Dua saatında dedik ki, Allah deyir ki, 7-11-də də deyir, əlavə olaraq ata bizə verəcəkdir. Nəyi verəcəkdir Allah bizə əlavə olaraq? Müqəddəs ruhdan söhbət gedir. Orada yazır ki, atanız, dünyavi atanız sizə bunları verirsə, Lukadan oxuduq da, düzdürmü? Ruhlu atanız nələri verəcəkdir? Deməli, onda mən düşünərəm ki, deməli, dünyavi ata mənə 1000 manat verirsə, ruhlu ata deyir ki, bundan çoxunu verəcəm, zaten 2000, 3000 verəcək. Orada maddiyyatdan söhbət getmir. Söhbət ruhdan gedir. Allahın son zamanda insanlara verəcəyi ruhdan gedir. Bu ruhda bizə verilən zənginlikdir. Bacılar, qardaşlar. İbranilər 10:34-də yazır. Oxuyun bu yeri, çox qəşəng yerdir, mən istəyirəm bunu oxuyaq. İbranilər 10:34-də. Fikir verdin? İndi burada deyir ki, malınızın, mülkünüzün talan olunmasını sevinin. Hansı ağıllı adam sevinər? Normal insan malının talan olunmasına sevinər. Ha? Deyir ki, sənin deyir, sən deyir zənginsən. Elə? Yoxsul görünə bilərsən, amma sən zənginsən. İndi bunu bir çevirin özümüzə. Bu günləri mən özümü nədə zəngin sayıram, nədə yoxsul sayıram. Ha, belə mi gedir? Yəni söhbət bundan mı gedir bacılar qardaşlar? Yoxsa nədən? Nədən? Necə yəni mənəvi cəhətdən deyəndə bu dünyaya insan. Bu ən çox bizə aiddir bacılar qardaşlar. Deməli, bağlılığa gətiririk bunu, düzdürmü? Əgər Smirna. Aha. Aha. İndi deyəcəksiniz ki, bu hardan götürüldü? O İbranilər 10:34 yazıldı. Mallarınızın talan olunmasına sevinin. Elə? Fikir verin ki, o vaxtı bunlar heç bir klana, yəni heç bir dəstəyə qoşula bilmirdilər. Həmən ibadət evi özünə yer tapa bilmirdi. Əzilir ki, əzilir, əzilir ki, əzilir. Bax, malları talan getdi, malları talan olundu. Təsəvvür edin, iş tapa bilmirdilər. Kim verərdi onlara iş, ha? Məscidçilərin hamısını qovurdular. Dedi ya Xristian məsciddən 300 il sonra. Həvariləri qovurdular, ibadətləri qovurdular, qoymurdular yaranmağa. Siz təsəvvür edirsinizmi ki, indiki Türkiyə bütün dünyaya əgər məscidçi doğru yolla getsəydi, orada inkişaf etsəydi, bu günləri Türkiyə bütün dünyaya məscidçiliyi elan etmiş bir yer olacaqdı. Amma çox təəssüflər olsun ki, boğuldu orada. Nəyə görə? Çünki o ibadət evləri özünü doğrulda bilmədi. Bugünkü gündə bu bizə mesajdır. Ruhlu olaraq bu günləri Smirna, nə bilim, İzmir, Efes bunlar yoxdur. Bu günləri biz varıq. Diri məktublar bu günləri bizə o mesajlar verilir ki, sənin qurduğun bax bu ibadət məhv olacaqdır. Əgər o ibadət evində Allahın dedikləri, yəni o yazılan məktublarda deyilən fikirlər, bu günləri biz onları nəzərə almasaq. Yəni birinə deyir yoxsulsan, birinə deyir zənginsən. Həqiqətən onlar fiziki olaraq yoxsul idilər. Heç kim onlara iş vermir, malları talan olunubdu. Allaha bəlkə də fəryad eliblər deyə Allah deyə o məktubu onlara yazır. Mən belə düşünürəm. Yəni bu mənim şəxsi fikrimdir. Amma Allah onu göstərmək istəyir. Allah bir kəlmə deyir. Bax bu hissədə, ikincidə zənginsən dediyi fikirdə bir dənə əsas fikri yadımıza saxlayaq ki, Allah deyir bilirəm. Allah deyir bilirəm. Fikir verdin?
Allah deyir, sənin zəngin, yoxsul olduğunu bilirəm. Yəni 100 özünü qaldır, çırp yerə, mən beləyəm, mən imanlıyam, mən ona əl tuturam, buna tuturam. Allah deyir, bilirəm. Yəni sənin statusunu, hansı vəzifədə olduğunu, hansı mövqedə olduğunu, ürəyinin hara bağlı olduğunu mən bilirəm. Laodikiya yazmışdısa da ki, bəyəxları bəli düz qeyd elədiniz. Sən yoxsul, sən heç nəyin yoxdur deyirsə, zənginsən, nabarot deyirsə, deyir məndən nə al? Maz al. Yax gözünə. Yaxşı görəsən deyə. Demək körsən. Bəzən zənginlik gözünü kör edir, bəzən yoxsulluq səni daha da elə bilsin nətər yorur. Allah bu günləri bir dənə mesajı konkret verir. Bilirsən nətər deyir? Heç kim istehza eləməz Allaha, düzdürmü? İnsan nəyi əkərsə, onu da biçər. Qoy bu fikir də buradan yadda qalsın ki, Allah deyir, bilirəm. Nə qədər evdə əziyyət çəksən də, nalə çəksən də, Allah deyir, mən bilirəm. Sadəcə olaraq biz bir dənə dua eləyək, deyək ki, ay Allahım, yəni mənim Eyüp kimi, mənim qalxışımı görsət. Yəni mənim necə qalxacağımı görsət. Eyüp nə dedi? Ölən insan, bədəni çürüyən insan sanki Efeslərə deyilən o fikri, üzr istəyirəm, İzmirə deyilən o fikri elə bir tutdu. Eləmi? Və yaxud bilirdi, ruhən bilirdi. Dedi, mənim bu gözlərim itirdiklərimin hamısını mənə qaytardığını görəcəkdir. Belə bir imanı bu günləri Allah bizdən gözləyir, bacılar, qardaşlar. Mənlə qurmusan elə bir bu təbliği. Sağ ol Emil, sağ ol fikirlərinə görə. Onlar ruhən zəngin idilər, bacılar, qardaşlar. Mən tez 3 dənə ayə deyəcəm, zəhmət olmasa 4 dənə. Açın bunu. Biriniz açın. 1-ci Korinflər 1:26-nı Aysel sən aç. 2-ci Korinflər 6:10-u. 2-ci Korinflər 6:10-u Zeynəb sən aç. Yaqub 2:5-i Mətənəb bacı siz açın. Luka 12:15-i də 1:26. Aytaç, Luka 12:15-i də sən aç. Zəhmət olmasa bunu belə şəkildə oxuyaq. Birinci. 1-ci Korinflər ruhən yoxsul olma, ruhən zəngin olmaq nə deməkdir? 1-ci Korinflər 1:26. Bir çoxunuz əsilzadə İkinci oxu. İkinci ayını oxu. 27. Deməli, burada bir dənə məqam var. Nədə mən ruhən güclüyəm, zənginəm? Nədə? Bax, bu iki ayəni oxuduq, 26-27-ni. Bilirsinizmi? Konkret olaraq nə gördünüz orada? Ya ayəyə fikir vermədiniz, ya verdinizsə, buyurun. Çox adam ibadət evindən uzaqlaşır, bilirsinizmi niyə? Yox, zənginlik yox. Ya o da var, amma çox faiz o deyil. Çox faiz bilsiniz nədir? Kimlərin necə saydığı. Yəni qohum əqraba nə deyər? Deyərlər ki, gediblər xristian olublar və yaxud misal üçün nəsə olublar. Çox adamın ibadət evindən gözləntiləri, dünyadan gözləntiləri ibadətdən çoxdur. Amma bu günləri Allah nə deyir? Səni dünya necə sayacaqdır? Yox, səni Allah necə sayacaqdır? Allahın gözündə mən kim olacam? Bax, bu, bugünkü gündə Allahın gözündə zəngindir. Ruhən zəngin olmaq bu deməkdir. 2-ci Korinflər 6:10. Nə deyək, buna nə qoyaq? Ruhən zəngin olmaq nə deməkdir? Əslində axırıncı fikirdədir o. Bir də oxu.
Yox. Bunu tapan adama hədiyyəsi yerindədir. Öpüyorum, öpürüm. Deməyibsiniz, yaxınlaşın. Nətər? 8'liyi vurmusan. 8'liyi vurmusan. Bacılar, qardaşlar, biz... Ha? Sən hədiyyə düşdün. Yarı böləcəksiniz. Bacılar, qardaşlar, biz o zaman ruhen zəngin oluruq ki, biz başqalarını varlandırırıq. Nə ilə? Nə ilə? Nə verə bilərik biz Allaha? Biz Allahın kəlamını insanlara verə bilərik. Bax, verə biləcəyimiz bir dənə budur. Səninlə bərabər cebində götürüb, daşıyıb Allahın huzuruna aparacağın qiyamət günündə bu sənin nəyindir? Əməlin də deyil. Çox adam deyir, əməl gedəcəkdir. Xeyr. Yanlış fikirdir. Bu dünyadan əməllə ancaq əməlin gedəcəkdir. Yox, bacılar, qardaşlar. Biz nə qədər insanı xilas etdiyimiz, bu bizim indi də zənginliyimizdir. Gələcəkdə də Allah səni görəndə deyəcəkdir ki, gəl, atamın seçilmişləri, mübarəkləri, sağ olun, mübarəkləri. Deməli, bacılar, qardaşlar, ruhen varlı o insanlardır, zəngin o insanlardır ki, kimlər başqalarını varlandırır. Bundan getmir söhbət. Söhbət Allahın sözündən, söhbət xilasdan gedir. Növbəti kimdəydi, bacılar, qardaşlar? Yaqub 2:5-dən. Oxuyun, zəhmət olmasa. Qoyun, buna bir ad qoyun. Mən biraz çətin ayələr seçmişəm ki, biraz adını siz qoyun onun. Kimdir zəngin burada? Nədə zəngindirlər? Bax, bu Yaqub 2:5-dən. Vətən bacı, bir də zəhmət olmasa oxun. İmanda zəngin olmaq, bu zənginlikdir. Başqa, başqa, başqa. Aha. Tamam, o fikirdir. Ama konkret adı var. Ne dayım ama kömeğiyle. Bana desene. Bacılar, qardaşlar, bax, ömrü boyu kasıb yaşamısınız, eləmi? Birdən bir dənə məktub gəlir ki, vay, bəs demə, sən kraliyyət ailəsindənsən və sənə bir miras qalıbdır. Nətər uçub gedər, hə? Nətər uçub gedər o kasıflıq fikri, eləmi? Birdən-birə nəyə fokuslanarsan da, yəni hardasa da sən harasa da mənsub oldun, eləmi? Yəni bu fiziki olaraq heç sevinərik, müəllimə. Sevinmirik desək də, sevinərik də bir anlıq. Amma bu günləri Allah bizi onun padşahlığının varisləri adlandırır. Biz buna sevinirikmi? Ha, biz bunu sevinç olaraq qəbul edirikmi? Həqiqətən. Bunu da necə qəbul edirik biz? Bax, oğulluq, varis olduğunuzu necə qəbul edirsiniz? Belə kimsə sizə veribdimi? Məktub mu yazıb? Yox. Biz bunu imanda qəbul etdik, düzdürmü? Ona görə yazılır, imanda. Biz seçilmədikmi deyir? Varis olmadıqmı? İsa Məsih bizi varis olaraq qəbul etmədimi? Sonuncu Luka 12:15. 12:15. 15. Luka 12:15. Haradadır zənginlik? Nədir? Bax, orada olana baxın. Orada olanı deyin mənə.
Nə, eyni şey deyil. Hı. Nə? Yəni nə qəbul edək? Ona zənginlik nədir? Bu günləri əlimizdə olan. Ha? Əslində oradan səsləndi səs. Burası yanı qaldı. Bacılar, qardaşlar, bu günləri sizə verilən bax bu həyat, bax bu dəqiqə yaşamağınız bu zənginlikdir yoxsa yox? Ha? Ən böyük zənginliyimiz. Bəli, onun demək ki, bu zənginliyi hər gün biz yaşaya bilərik, düzdürmü? Hər gün şükür eləməklə, imanımızı təzələməklə, bu gün o biri günə deyir nəql eləyir. Mən dünənləri, bu günləri durdum yuxudan, dünənki gün bu günə nəql eləməlidir. Necə? Yəni mən dünənləri yaxşı yaşamışamsa, bu gün davam eləməliyəm Allah dediyinə görə, düzdürmü? Yəni bu gün zənginsən, sən bu gün yaşamısan. İndi 1 milyon sənə təklif eləsələr və desələr ki, bu 1 milyonu alacaqsın, yarım saatdan sonra canını alacaq. Kim götürür o milyonu? Ha, demək ki, sənin yarım günün milyondan zəngindirsə, bəs həyatın necə? Ona görə bacılar, qardaşlar, yaşadığımız an bu bizim zənginliyimizdir. Bunu 2 qat vurmaq istəyirsinizmi? Ha? 2 qat. Məsihdə yaşamaq isə, bax, onların 2 qatıdır. Çünki mən bu həyat üçün yaşasam, həqiqətən yaşadığım günü zənginlik sayaram. Amma o məhv olub gedər. Amma İsa Məsih deyir ki, mənim uğurumda kim canını itirərsə, onu əldə edəcəkdir. Bax, bunu bilən adam, bunu qəbul edən adam, birinciyə bilirsiniz nətər belə gəldi, gedər baxacaqdır. Vacib olan ikincini götürəcəkdir. Çünki həvarilər dedi, Məsihdə həyatı biz nə saydıq? Qazanc. Hə. Məsihdə olan həyatı biz zənginlik saydıq. Hə. O hafıza diyen 10 gün sonra öldükten sonra o herkes onun evinin kabağını geldi ve evinin kabağını yazdı ki sen ölecektin. Bu indi senin neyine lazım oldu. Sağ ol, sağ ol. Deməli bacılar, qardaşlar, orada bir dənə də sözü gedən bir dənə yer var. Orada deyir ki, sən Yahudilərlə yox, daha doğrusu, oxu zəhmət olmasa yeri, biraz dəqiq deyək, səhv eləməyək. 2-ci fəsildə 9-dan. Yekunlaşır bacılar, qardaşlar, fikriniz burada olsun. Onlar Yahudi deyil, nədir? Şeytan yığıncağıdır. Sən sona qədər dözmək üçün bir şeyi qəbul etməlisən. Nəyi? Sənin döyüşdüyün insan deyil. Sənin mübarizə apardığın insan deyil. Nədir o? O şər qüvvələrdir, şeytan yığıncağıdır. Efesləri indi biz yaxşı başa düşürükmü? Deyəndə ki, sizin mübarizəniz ətlə qana qarşı deyil. Yəni təzə İncil oxuyursunuzsa deyəm, mən də oxuyum. Görüm orada nə yazılıbdır. Bizim mübarizəmiz bu günləri ətlə qana qarşı deyil. Göydə olan ruh qüvvələrinə, o qara qüvvələrə qarşıdır. İndi Vəhdə demək istəyir ki, sənin mübarizən Yahudilərə qarşı deyil. O Yahudilər zaten olmalıydı, satmalıydılar və sonra ilahir. Sən mübarizəni son dövrlər, Vəh kitabı son dövrün kitabı deyil mi? Orada deyilir ki, siz insana qarşı mübarizə aparmayacaqsınız. Ona görə biz bunu qəbul etsək, bizim çöldə mübarizə aparacağımız bir dənə insan olmamalıdır. Bəli.
Bizə bir insan nəsə eləyəndə biz düşünməliyik ki, bu şər qüvvələrdir, bunu edən şər qüvvələrdir. Və bir maraqlı fikirlə yekunlaşırıq. Sədaqətlə dözmək, yoxsulluğa baxmayaraq ruhən zəngin qalmaq Allahın ən qiymətləndirdiyi xəzinədir. Amin. Gəlin bu xəzinəyə talib olaq, gəlin bu xəzinəni Allahdan istəyək, həqiqətən ruhən zəngin olaq, nəinki maddi, fiziki olaraq. Sədaqətlə dözmək, bacılar, qardaşlar, Allahın gözündə qiymətləndirən ən dəyərli xəzinədir, zənginlikdir. Amin. Rəhimli, mərhəmətli, ucalarda olan Allahımız, bu günləri minnətdarıq ki, ya Rəbb, biz bu dünyanı itirib Allahım səni tapmışıq. Nə xoşbəxtdir ki, Allahım sən bizi ilk olaraq tapdın, ilk olaraq seçdin Allahım. Bu günləri öz izzətli huzuruna gətirdin ya Rəbb. Bu günləri ən böyük olan o zənginliyi hər birimizə verdin Allahım. Biz bugün bütün dünyanın ən zənginlərindən də belə zənginik Allahım. Çünki biz İsa'ya malikik. Çünki biz onun adıyla bu günləri çağırılırıq. Çünki biz bu günləri varisik. Çünki biz bugün sənin evlatların adlanmağa layiqik Allahım. Çünki sən bizi layiq gördün ya Rəbb. Ona görə də istəyirik Allahım. Güc qüvvə ver ki, biz öz zənginliyimizi sona qədər saxlaya bilək Allahım. Oğru gəlib onu əlimizdən oğurlamasın ya Rəbb. Çünki oğru bugün qapıdadır ya Rəbb. Çünki biz oyaq durub sayıq olmasaq Allahım, bizim əlimizdən oğurlayıb aparacaqdır o tacımızı, o zənginliyimizi Allahım və bizi həqiqətən müflis edəcəkdir şeytan ya Rəbb. Müqəddəs ruhunu istəyirik ki, son zamanda köməklik et, bu məbədin keşiyində layiqincə dayana bilək Allahım. Ona görə müqəddəs ruhunla bizi gücləndir, qüvvətləndir. Bu günləri müqəddəs ruhun bizi o zənginliyə doğru aparır Allahım. Ona görə də köməklik et, o ruhu susturmayaq. Səndən istəyirik Allahım, xeyir dua ver. Qohumumuz, əqrabamız, qonşularımız o qədərdir ki, ya Rəbb, onların qanı bugün bizim üzərimizdə olacaq. Onların məsuliyyəti bizim üzərimizdə olacaqdır Allahım. Köməklik et, qorxmayaq, çəkinməyək, usanmayaq Allahım. Tənbəllik etmək son dövrdə ya Rəbb, o insanlara sənin həqiqətini çatdırmaqda. Çünki şeytan onları oğurluyor Allahım. Bunun üçün səndən güc qüvvə istəyirik. İlk öncə öz qohum əqrabalarımız, ev əhlimiz üçün səndən istəyirik ya Rəbb. Köməklik et, sənin məhəbbətini, sənin sülhünü öz ailələrimizdə bərqərar edək, görsədək ki, ətrafımıza da işıq ola bilək. Hər birimizi bunda xeyir duala. Kimlər bu günləri ailə üzvlərimiz imanlı deyilsə Allahım, köməklik et, düzgün nümunə olub onları sənə gətirə bilək ya Rəbb. Bunda xeyir duala hər birimizi. Qalan hər şeyə görə, bizi sevdiyinə görə, seçdiyinə görə, bizə verdiyin bu vaxta görə, bu Allahım tövbə qapısının açıq olduğuna görə sənə şükür, şöhrət veririk. Adına yerlər, göylər qədər izzət, əzəmət, qüdrət, hakimiyyət olsun. Amin. Allah'ımızı izzətləndirən ümumi bir zəburla.
İndi isə vaxt gəlib çatdı sakit dualara, amma hələ gəlməyibdi, gəlsin. Və sonda xeyir dualı sözlər olacaq. Allah hər birinizə xeyir olasın. Bu yerdə olan sülhü